Sevgilim, xatırlayırsanmı 3 il bundan əvvəl məndən sənə xatirə qalsın deyə bir sevgi şeiri istəmişdim. O zamanlar mən onu sənə verə bilmədim. Məncə indi bu yazdıqlarım bir şeir dolu kitabdan belə üstündür. Odur ki, onun əvəzində bunu sənə xatirə olaraq göndərirəm. İstərsən saxla, istərsən yox, özün bilərsən. Mən bunu məhəbbət dəryasında qərq olub batan, naşam sevgimizin xatirəsinə həsr edib, adını da belə qoydum. Naşam məhəbbət və heç bir zaman unudulmayan sevgi xatirəsi. 3 il öncə yaşadığımız o eşqi, o məhəbbəti canlandıraraq bir neçə dəqiqəliyə olsa belə səni o xoş sevgi dolu xatirəliklərə qaytarmaq istəyirəm. Biz o zamanlar dünyanın ən xoşbəxt aşiqləri idik. Yadındadırmı bir dəfə hər zaman görüşdüyümüz çay kənarında o tənha ağacın altında oturub, başını dizlərimin üstünə alıb, siyah tellərinə sığal çəkə-çəkə sənə Leyli və Məcnun hekayəsini danışırdım. Sən isə gözlərimə baxa-baxa, diqqətlə məni sonacan dinləyib və birdən başını dizlərimin üstündən çəkib, əllərimdən bərk-bərk tutub, qorxuram, çox qorxuram. Nədən qorxursan sevgilim soruşanda, ayrılacağımızdan qorxuram deyə cavab verdim. Mən isə səni bu fikirdən yayındırmaq üçün sabah mənim ad günümdür, hədiyyəmi almısanmı soruşdum. Elə o an üzündə təbəssüm oyandı. Gülümsəyərək söylədin ki, nədənsə hər dəfə sənin ad gününü unuduram. Nəysə. Bilirsənmi, o zamanlar mənim də ürəyimə danmışdı. Elə bil daxilimdə hansısa bir qüvvə mənə deyirdi ki, vüsalın şirinliyinə bənd olmusan, hicranın acılığına dözə biləcəksənmi? Mən bunu hiss etmişdim. Ancaq sənə deməyə qorxurdum. Səni itirəcəyimdən deyil, səni kədərli görəcəyimdən qorxurdum. Bu belə də oldu. Ayrılıq bizi bir-birindən ayırıb, ürəyimizdə olan bütün arzu istəkləri bir anda məhv etdi. Amma bunu unutma, ayrılıq səni məndən alsa da, qəlbimdə sənə olan sevgimi heç bir zaman məndən ala bilməz. Mən ölsəm belə sənə olan eşqim ölməzdi. Çünki ruhum səni sevdi. Bunları yadına salmaqla səni kədərləndirmək istəmirəm. İstəyirəm biləsən ki, bütün varlığımla səni sevmişəm, sevəcəyəm də. Səndən başqa kimsəyə sevgimi vermədim, verməyəcəyəm də. Mən onu bütün ömrüm boyu qəlbimdə daşıyıb, özümlə məzara aparacağam. İnan mənə sevgilim, əgər bizə yazılan bu talehi pozmaq mümkün olsaydı, and olsun bu naşam məhəbbətimizə, nəyin bahasına olursa olsun, mən onu pozub yenidən öz əllərimlə yazardım. Əfsus ki, bu mümkün deyil. Bilirsənmi, nə sən, nə mən günahkar deyilik, bizə yazılan tale beləymiş. Biz də məcburuq bu acı qismətlə, bu acı talihlə barışmağa məcburuq sevgilim, məcburuq. İndi mənim qəlbimdə yeganə arzum yenidən sənə qovuşmaq, yenə əvvəlki tək siyah tellərini oxşayıb, qızıl gül kimi olan ətrini duymaqdır yalnız. Sən necə düşünürsən? Yenə bizə qismət olacaqmı bir-birinə qovuşmaq, bir-birinə sarmaşıq kimi sarılıb məhəbbət ateşində yanacaqmı? Mən bunları hər zaman sənsiz xəyallarımda yaşayıram. İstəyirəm biləsən, bu xatirəni yazdığım gecə tənha deyildim. Mənə həmdəm, mənim kimi həsrət içində alışıb yanan o şəm idi. O da həsrət ilə öz pərvanəsini gözləyirdi. Bu nakam məhəbbət və heç bir zaman unudulmayan sevgi xatirəsini o şəmin köməkliyi ilə yazıb başa vurdum. O şəm isə ona verilən ömrü pərvanəsiz yaşadı. Mən isə yenə tək tənha, 4 divar arasında, qaranlıqlar içərisində öz sarpayıma uzanıb, yenidən səni düşünməyə başladım. Bax belə, gündüzlər xəyallarımda, gecələr röyalarımda sən həmişə mənimləsən. Mənimləsən sevgilim, mənimləsən, mənimləsən.